Bağışlayan və mehriban Allahın adıyla hər birinizi xoş gördük, əziz və dəyərli müsəlmanlar, dəyərli dostlar. Həzrət İmam Sadiq əleyhissalamdan bir dənə gözəl hədisi sizlərə ərmağan etmək istəyirəm. İmam Sadiq əleyhissalam buyurur ki, Allah təbarək və teala öz peyğəmbərinə bir neçə dənə əxlaqi gözəlliklərlə imtiyaz verdi, üstünlük verdi. Yəni, başqa peyğəmbərlərdən fərqləndirdi. Buyurur ki, siz də Həzrət Rəsulullahın ümməti olaraq özünüzə baxın, özünüzü bu əməllərlə imtihan edin. Görün, sizdə bu əməllər mövcuddurmu? Əgər bu əməllər sizdə mövcuddursa, bu əməllərdən dolayı Allaha şükr eləyin. Və Allahdan diləyin ki, Allah bu əməllərinizi daha da çoxaltsın, daha da bərəkətli eləsin. Yox, əgər sizlərdə yoxdursa, bu əməlləri Allahdan istəyin. Bu imtiyazları, bu üstünlüyü Allahdan istəyin, Allahdan diləyin ki, Allah sizlərə də əta eləsin. Onlardan birincisi Həzrət buyurur ki, əminlikdir, yəni əmanətdarlıq. Əmanətdarlıq İslam dinində çox önəmli məsələlərdən biridir. Hətta Həzrət Rəsulullah buyurur ki, Allah bir neçə şeydə insanın özünün istəyinə görə hərəkət eləməyə qadağan eləyir. Onlardan biri də əmanətdarlıqdır. Sənə əmanəti verən kafir də olsa, sənə əmanəti verən başqa dinə mənsub olan insan da olsa, gərək onun verdiyi əmanəti sahibinə qaytarasan. İkinci əxlaqi imtiyaz budur ki, qənaət. Allahın verdiyi ruziyə gərək qənaət eləyəsən. Yəni, israfçılıq eləməyəsən. Allah qənaət eləyən şəxsləri sevir. İsrafçılığı isə çox Quran-ı Kərimdə bir çox ayələrdə məzəmmət eləyir. Hətta deyir ki, Allah israfçı olan qövmü sevməz. Yəni, onları düz yola yönəltməz, onları sevməz. Bu qəbildən bir çox ayələr var. Növbəti imtiyaz, əxlaqi imtiyaz budur. Səbr. Səbr çox önəmli məsələlərdəndir, əxlaqi xüsusiyyətlərdən biridir ki, hər kimdə səbr olsa, Allah Teala özü Quran-ı Kərimdə buyurur ki, İnnəllâhe mə'əs-sabirin. Həqiqətən Allah səbr edənlərlə birlikdədir. Çox önəmli xislətlərdən biridir ki, Allah qatında çox bəyənilir. Hətta Allahın özü deyir ki, Allah səbr edənlərlə birlikdədir. Növbəti əxlaqi imtiyaz da budur ki, şükür. Allahın verdiyi nemətlərə çalışıb hər zaman, hər daim şükür etməyə bacarmalıyıq. Allah bir sıra nemətləri bizlərə veribdir ki, o verdiyi nemətlər başqalarının əlini açıb Allahdan istədiyi duadır. Ona görə əlimizdə olan, mövcud olan Allahın nə qədər nemətləri var, gərək onun şükrünü yerinə yetirək, onun qədrini, qiymətini bilək. Çox önəmli məsələlərdən biridir. Növbəti əxlaqi imtiyaz isə dözümlülükdür. Müsibət qarşısında, bəlalar qarşısında Allahın sevdiyi bəndə o bəndədir ki, bu müsibətlər qarşısında, bəlalar qarşısında dözümlü ola, səbirli ola. Yəni, mömin dediyin şəxsin gərək diraəti ola, mömin dediyin şəxsin gərək dözümlülüyü ola, dində sabit qədəmliyi ola. Yoxsa hər hansı bir müsibət gələndə, baş verəndə dindən uzaqlaşıb həlak olmuyor. Növbəti əxlaqi üstünlük isə xoş xasiyyətli olmaqdır. Xoş əxlaqlı, xoş xasiyyətli olmaq o qədər mühüm məsələdir ki, İslam dinini 3 hissəyə bölürlər. Birincisi əqidə və inanclardır, ikinci əməllərdir, üçüncü isə əxlaq qismidir. O qədər önəmlidir ki, dinimiz 3 hissədən təşkil tapır. Gərək insan əgər özündə əqidəsi ola, inancı ola, əməli ola, əxlaqı gözəl olmasa, bir yerə gedib çata bilməz. Ona görə gözəl xasiyyətli olmaq, gözəl əxlaqlı olmaq İslam dinində müsəlmanlara ən çox, insanlığa ən çox tövsiyə olunan bir xislətdir. Növbəti əxlaqi üstünlük isə səxavətli olmaqdır. Allah təbarək və teala səxavətli insanları sevir, əli açıq olan insanları sevir, ehtiyac olduğu yerlərdə xərcləyən insanı sevir, Allahın verdiyi ruzini layiqli yerlərdə, məsləhətli yerlərdə xərc edən insanları sevir. Yoxsa simicilik, xəsislik edib Allahın verdiyi ruzisini həm Allah yolundan, həm də ki Allahın ehtiyac sahibi olan bəndələrindən gizlədən,
əsirgəyən bəndələrini Allah sevməz. Gərək insan səxavətli ola, əli açıq ola ki, Allah da onun ruzisinə bərəkət verər. Bir gün çox məşhur bir əhvalatdır. Yəni tarixdə belə bir hadisə elə bir dəfə, iki dəfə görünən bir şeydir ki, rivayət olunur, Həzrət Rasulullah öz səhabələrlə bərabər bir dənə qoyun kəsirlər. Deyirlər ki, bunun ətini kabab çəkək, yeyək. Qoyunu kəsdikdən sonra başlayırlar ki, hissələrə bölələr qoyunu. Həzrət Rasulullah deyir ki, bunu götür apar filan kəsə ver. Sonra deyir ki, filan budunu apar filan kəsə ver. Filan hissəsini götür apar filan kəsə ver. Həzrət Rasulullah və səhabələrin əlində onda biri qalır. Yəni səhabələr Həzrət Rasulullaha üzünü tutub deyir ki, və elə əlimizdə qalan bu oldu. Həzrət təbəssüm edib onlara deyir ki, əslində əlimizdə qalan o verdiklərimiz oldu. Allahın ki bizlərə verdiyi və bizlərin əlimizdə olanı ehtiyac sahiblərinə ki veririk, əslində bizim əlimizdə qalan odur. Allahın qatında bəyənilən, layiq bilinən, təqdirə layiq olunan şey odur ki, Allahın rüzusunu, Allahın razılığı olan yerlərdə xərcləyəsən və ehtiyac sahibi olanlara xərcləyəsən. Bizdən gedən isə bu, indi hazırda ki, bir hissə ət burada qalıbdır, bizdən gedən budur. Əslində bizə qalan o verdiklərimizdir. Ona görə də səxavətli olmaq çox önəmlidir. Dinimiz bu barədə çox tövsiyə eləyir ki, insan gərək səxavətli olar. Növbəti əxlaqi üstünlük isə qeyrətli olmaqdır. İslam dini insanları abırlı olmağa, qeyrətli olmağa, iffətli, izzətli olmağa dəvət edir. Allahın özü qeyrətlidir, yaratdığı bəndələrini də qeyrətli şəkildə yaradır. Ancaq insanların etdikləri bəzi səhv, xətalı hərəkətlər, davranışlar səbəb olur ki, insan qeyrətsiz olsun. Onda olan qeyrət ondan uzaqlaşsın. Ona görə çox önəmlidir mənim əzizlərim, əziz və dəyərli müsəlmanlar. Çox önəmlidir. Əgər bir insanda qeyrət olmasa, onda din olmaz. Əgər bir insanda qeyrət olmasa, onda Allah sevgisi, Allahın peyğəmbərinə, əhl-i beytinə sevgi olmaz. Gərək insan istəyirsə də bu dində sabit qədəm ola, gərək qeyrətli ola. Növbəti əxlaqi üstünlük isə şücaətli olmaqdır. Yəni, gözü qorxmaz olmaqdır. Haqqın yanında olmaq lazımdır. Namərdin isə qabağında onu şücaətlə, diraətlə dayanmaq lazımdır. Şücaət o qədər önəmlidir ki, dində sabit qədəm olmaq istəyirsənsə də gərək şücaətin ola. Gərək zalimin qarşısında dayana biləsən. Zalimin qarşısında möhkəm dura biləsən ki, o zalim sənə zülm edərək sənin dinini əlindən almasın. Növbəti əxlaqi üstünlük isə mərdlikdir ki, mərdlik də dinimizin bir hissəsidir. Dinimizin ən çox tövsiyə elədiyi, müsəlmanlara ən çox layiq bildiyi, belə deyək, xislətlərdəndir. Allah bizləri bu oxuduğumuza, eşitdiyimizə, öyrəndiyimizə əməl edənlərdən qərar versin və Allah bu xislətləri bizdə mövcud olan bəndələrindən eləsin, əta eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.